Salam, hörmətli abituriyentlər. Deməli, 01.06.2025-ci ildə keçirilən fizika qəbul testlərinin izahını nəzərinizə çatdırmaq istəyirəm. Vaxt itirmədən gəlin keçən test tapşırıqlarının həllinə. 31-ci sualda deyir ki, mayelərdə Paskal qanunun doğruluğunu hansı cihazla yoxlamaq olar? Baxırıq, bu cihazların içərisində iş prinsipi hansının Paskal qanununa əsaslandığını müəyyən edirik. Doğru cavabımız burada Y bəndidir. Mayeli manometrin iş prinsipi Paskal qanununa neynir? Əsaslanır. Mayeli manometrin iş prinsipi Paskal qanununa əsaslanır. Yaxşı. İkinci suala baxırıq. Yəni 32-ci sualda. 32-ci sualda bizə deməli, X-in T-dən asıllıq qrafikini verib, bundan istifadə edib təcilin qiymətini tapacağıq. Deyir ki, koordinatın zamandan asıllıq grafikinə əsasən harmonik rəqs edən cismin təcilinin amplitud qiymətini hesablayın. Vaxt itirmədən düsturu yazırıq. A bərabərdir, yəni AM bərabərdir, təcilin amplitud qiyməti bərabərdir. 4pi kvadrat X-in bölünsün T-nin kvadratı. Bu da bərabərdir. 4 vurulsun. Pi-nin qiyməti 3-dür, üçün kvadratı 9 eləyir. Vurulsun, X-imiz 0,8-dir. Vurulsun 0,8. Bölünsün, periodumuz neçədir? Periodu tapmaq üçün biz bilirik ki, buradan 4 dənə sayırıq. 1, 2, 3, bir də 4. Bax, bura kimi. Gəldi, düşdü 4. 4-dən 0 çıxsaq, eləyəcək 4. 4-ün kvadratı da eləyər 16. Bunu hesablayanda nə alırıq? Bu vergül ölsə bura aşağı evdən 10 atırıq. Bununla bu ixtisar gedər 2. Bununla da bu ixtisar gedir. 2 qalır 18. Bu da eləyər 1,8. Keçdik növbəti suala. Növbəti 33-cü suala baxırıq. 33-cü sualda nə deyir? Deyir ki, sürtünmə əmsalı 0,5 olan üfüqi səth üzərində kütləsi 2 kiloqram olan arabacıq F bərabərdir 25 Newton dartı qüvvəsinin təsiri ilə hərəkət edir. Hansı qrafik arabacığın sürətinin proyeksiyasının zamandan asıllığını ifadə edir? Bunu tapmaq üçün biz əvvəlcə nə etməliyik? Deməli, cisimə təsir edən qüvvə nə qədərdir? 25 Newton. Bu cisim bu istiqamətdə hərəkət edirsə, buna təsir edən sürtünmə qüvvəsi də əksinədir. F sürtünmə də əksinədir. İndi gəlin sürtünmə qüvvəsinin qiymətini tapaq. F sürtünmə nəyə bərabərdir? Mü vurulsun enə və yaxud da mü mg da bərabərdir. Sürtünmə əmsalı 0,15-dir. Vurulsun kütləmiz 2 kiloqramdır. Vurulsun 10 AJ-nin qiyməti 10-dur. Bu elədir 10 Newton. Deməli, burada sürtünmə qüvvəsi nə qədərdir? 10-dur. Bəs dartı qüvvəsi neçədir? Dartı qüvvəsi də 25-dir. Deməli, F dartı F sürtünmədən nədir? Böyükdür. Baxın, bu şərt daxilində biz deyə bilərik ki, cisim bərabər yeyinləşən hərəkət edilir. Yəni, dartı sürtünmədən böyükdürsə, cisim bərabər yeyinləşən hərəkət edilir. Amma hansı istiqamətdə bərabər yeyinləşən hərəkət edilir? Cisim təbii ki, X-in əksinə gedirdi. Ona görə deyəcəyik ki, X oxunun əksinə bərabər yeyinləşən hərəkət edir. Doğru cavabımız D bəndi. Keçək növbəti suala. 34-cü sual. 34-cü sualda nə verib? Deyir ki, M1 və M2 kütləli 2 maddi nöqtə arasındakı qravitasiya qüvvəsi F-dir. Kütlələri M1 və M3 olan nöqtələr arasında qravitasiya qüvvəsi nəyə bərabərdir? Yəni, burada şərtlər də verib. İndi gəlin baxalım. Baxırıq. Deməli, əvvəlcə birinci ilə ikinci. Yazırıq, ümumdünya cazibə qanunu. Birinci halda J vurulsun, M1 vurulsun, M2 bölünsün, R-in kvadratı. Sadəlik xatirinə biz buradan J-ni ata bilərik. Çünki hesablama zamanı bunlar dəyişmir. M1 burada elə olduğu kimi saxlayırıq. Yəni, bunu bizə F verib. Mən buradan R-in qiymətinin yerinə yazıram, baxın. M1 vurulsun, M2 bərabərdir. F vurulsun, R-in kvadratı.
R-in qiyməti də 1 ilə 2-nin arasında 2-dir. 2-dir. 2-nin kvadratı nə qədər? 4. Deməli 4 F-ə bərabərdir. İndi buna uyğun olaraq ikinci üçün tapsaq, yəni bizdən soruşur birinci ilə üçüncü. Yəni bundan bunu yazırıq. J vurulsun, yenə M1 vurulsun, M3 bölünsün. Hər hansı bir, buna R1 desəydik, buna da R2 deyərik. J-ni də atırıq. M1'imiz olduğu kimi qalsın. M3 nəyə bərabərdir? M3'ü bax burada verib. M3 2 dənə M2'yə bərabərdir. 2M2 bölünsün. Bunlar arasında məsafə 1, 2, 3, 4'dür. 4'ün kvadratı edir 16. İxtisar keçsə nə alırıq? M1 vurulsun M2 bölünsün 8'ə. Bu da nəyə bərabər olar? M1, M2'nin qiymətini neçə tapmışdıq? 4F. 4F bölünsün 8. Bu da ixtisar keçsə F bölünsün 2. Doğru cavabımız F bölünsün 2. B bəndi. Keçək növbəti suala. 35-ci sual. 35-ci sualda nə deyir? 35-ci sualda deyir ki, kvadratın mərkəzində elektrik sahəsinin intensivlik vektoru hansı istiqamətdə yönəlmişdir? İntensivlik vektoru hansı istiqamətdə yönəlmişdir? Yaxşı, gəlin baxalım. Bilirik ki, intensivlik xətləri müsbətdən çıxır, mənfiyə daxil olurlar. Yaxşı, bu qayda ilə biz geçsək, yəni müsbətdən çıxır, baxın, bunda müsbətdən çıxır, mənfiyə, bu iki istiqamətdə. Bir də 2-nin özünün, yəni bu mənfinin özünün intensivliyi nəyə bərabər olar? O da onun özünə doğru yönələr. Keçdik bu birlərinə. Burada da yenə eyni qayda ilə bu müsbətin intensivliyi bu istiqamətdə olar. Mənfidir, bir dənə də özünə doğru gələn. Deməli, nə aldıq biz? Bir yekun bu istiqamətdə, biri də yekun bu istiqamətdə. Bunların ikisini əvəzləyici təbii ki, yuxarıya doğru yönələr. Doğru cavabımız 3. 3-dəki A bəndi. Cavab oldu A. Keçdik növbəti suala. 36-cı sual. 36-cı sualda nə deyir? Sabit həcmdə verilmiş kütləli ideal qazın mütləq temperaturunu 3 dəfə artırdıqda onun təzyiqi bu qədər artmışdır. Yəni mütləq temperaturu T2 bərabərdir. Daha doğrusu bağışlayın, 3 dəfə azaltdıqda. 3 dəfə azalıbsa T1 bölünsün 3. Təzyiq isə 500 paskal azalıb. Yəni P2 bərabərdir, P1 çıxılsın 500. Qazın təzyiqinin əvvəlki qiymətini hesablayın. Deməli, həcmi də sabit verib, sabit həcmdir. Buradan yazıram, V bərabərdir, konstant. Yaxşı. Qaz qanunlarından bilirik ki, həcm sabit olanda, yəni izoxar prosesdə düsturumuz bu şəkildə olur. P1 bölünsün P2 bərabərdir. T1 bölünsün T2, yəni düz mütənasib. P1 bölünsün P2'nin yerinə P1 çıxılsın 500 bərabərdir. T1'in yerinə yazırıq. Heç bir şey yazmırıq və yaxud da yaza bilərəm 3T2, istəyirsə yazaq 3T2 bölünsün T2. T2'lər ixtisar getdi, burada aldıq 3. Buradan çarpaz vursaq 3P1 çıxılsın 1500 bərabərdir P1'ə. 2P1 bərabərdir 1500. P1 də bərabərdir 750. Deməli, doğru cavabımız 750. D bəndi. Keçək növbəti suala. 37-ci sualda nə deyir? 37-ci sualda deyir ki, fotoeffekt zamanı udulan fotonun enerjisi çıxış işindən 3 dəfə böyükdür. Fotoelektronların maksimal kinetik enerjisi nəyə bərabərdir? Fotoeffekt zamanı udulan fotonun enerjisi çıxış işindən 3 dəfə. Yəni fotonun üzərinə düşən enerji, yəni metalın üzərinə düşən enerji, yəni Y 3 dənə çıxış işinə bərabərdir. Yaxşı, bizdən soruşur ki, maksimal kinetik enerjini hesablayın. Fotoeffekt üçün enişliyin tənliyin yazsaq, Y bərabərdir. A çıxışı üstə gəlinsin, Y kinetik. Və buradan Y kinetiki tapsaq, Y çıxılsın, A çıxışı. Bu da bərabərdir. Y-nin qiyməti 3A çıxışıdır. Çıxılsın, A çıxışı. Burada nə gediləyər? 2A çıxışı. Doğru cavabımız, deməli, Y kinetik bərabər oldu. 2 dənə A çıxışına. Y bəndi. Keçək növbəti suala. 38-ci sualda nə deyir?
38-də deyir ki, sabit qüvvənin təsiri ilə müxtəlif cisimlərin aldığı təcilin onların kütləsindən asılı qraf verilmişdir. Bu qüvvənin qiymətini hesablayın. Yəni, təcilin kütlədən asılı qrafikini verib, bizdən qüvvəni soruşur. Bu da Newtonun ikinci qanununa aiddir. Çox sadə bir məsələdir. F bərabərdir M vurulsun A-ya. Hər hansı birini götürürük. Məsələn, deyək ki, təcili 8 götürsək, ona uyğun kütləni götürəcəm 5. Və yaxud da 4 götürsəydim, ona uyğun götürəcəkdik onu. İndi yazarıq 5 vurulsun 8. Bu da deyər 40 Newton. Doğru cavabımız A bəndi. Yəni, çox sadə bir sual idi. Keçək növbəti suala. Növbəti sualda, 39-cu sualda cəryan şiddətinin gərginlikdən asılılıq grafikini verib. Yəni, bu da sabit cəryan qanunlarına aiddir. Dövrə hissəsi üçün Ohm qanunundan istifadə edəcək. Bilirik ki, dövrə hissəsi üçün Ohm qanununa görə I bərabərdir. U bölünsün R-ə. Burada, baxın, burada dayanan kəmiyyət, cəryan şiddəti və yaxud da bu qaydanı yadınızda saxlayın, sabitlə, yəni burada R sabit rolunu oynayır, sabitdir. Bununla tərs mütənasibsə aşağıdan keçən böyükdür, yuxarıdan keçən kiçikdir. Yəni, doğru cavabımız olar 1 böyükdür 2-dən, o da böyükdür 3-dən. O da böyükdür 3-dən. Doğru cavabımız olar B bəndi. Və yaxud da bunu tangensiya görə də təyin eləyə bilərik. Keçək növbəti suala. Bir cisim maqnit sahəsində çevrə üzrə hərəkət edən yüklü zərrəcinin impulsu azalarsa, onun dövr etmə periodu və çevrənin radiusu necə dəyişər? Bunu demək istəyir. Bilirik ki, yüklü zərrəcinin dövr etmə periodu və yaxud da tezliyi və yaxud da dövrü tezlik, yəni dairəvi tezlik, bunlar sürət və sürətlə bağlı olan kəmiyyətlərdən asılı deyil. Bunu düsturumuz 2pi M bölünsün nədir? QB-dir. Burada görürük ki, sürətlə bağlı bir şey yoxdur. Yəni, impuls yoxdur, kinetik enerji yoxdur. Bunlardan asılı deyil. Yəni, qısaca burada qeyd edirəm onu. Deməli, period, tezlik, dairəvi tezlik. Bunlar sürət, impuls, kinetik enerji. Bunlardan asılı deyil. Deməli, bu T-miz sabit qalar. Gəldik radiusa. Radiusumuz da bərabərdir. MV bölünsün QB-yə. Və yaxud da bu ilə P-dir. P bölünsün QB. Bizdən soruşur, bizə deyir ki, impuls azalarsa. Impuls azalsa, deməli, impulsla radius düz asılıdır. Azalarsa, nə edəcək? Bu da azalacaq. Deməli, period dəyişməz, radius azalar. Dəyişməz, azalar, D bəndə. Doğru cavab D. Keçdik növbəti suala. 41-ci sualda nədir? Bunlar arasında belə bir qraf verib, hansı zamanında cisimlər arasında məsafə ən böyükdür. Təbii ki, eyni nöqtədən başlayıblar, eyni sürətlə başlayıblar. Birinin sürəti, yəni ikinci cisimin sürəti getdikcə artıb, sonra sabit qalıb, yenə artıb, sonra başlayıb azalıb. Digəri isə bərabər sürətlə hərəkət edib, birinci cisim. Bunların sürətləri bərabərləşənə kimi, çünki burada bu artır, deməli onlar arasında məsafə artır. Burada sabit qalır, yenə onlar arasında məsafə artmaqda davam edir, çünki bunun sürəti bundan böyükdür. Yenə artır. Bu hissələrdə adam elə bilir ki, yəni insana elə gəlir ki, bunun sürəti azalır, azalırsa onda bunlar bir-birinə yaxınlaşır. Yox, elə bir şey yoxdur. Çünki bu nöqtələrin hər birində bunun, yəni ikinci cisimin sürəti birincidən böyükdür. Ona görə də bunlar arasında məsafə artmaqda davam edir. Sadəcə fərq odur ki, deyək ki, əvvəl daha çox sürətlə artırdı, onlar arasında məsafə artırdı. İndi isə biraz əvvəlkinə nəzərən ləng artır. Ta ki, bunların sürəti bərabərləşənə qədər onlar arasında məsafə artmaqda davam edir. Bunların sürətləri bərabərləşəndə də onlar arasında məsafə artmır, dayanır. Bundan sonra isə bu ikinci cisimin sürəti azalır. Ona görə də bunlar arasında məsafə azalır. Yəni, yaxınlaşır bir-birinə. Bunlar arasında məsafə nə zaman ən böyük olar? Bu sürətlər eyniləşəndə. Bu da T4-ə uyğun gəlir. Doğru cavab 4. Keçək növbəti suala. 42-ci sualda nədir? 42-ci sualda 2 dənə rəqqas verib. Biri yaylı rəqqas, biri isə riyazi rəqqas. Bizə deyir ki, rəqs tezlikləri bərabərdir. Yaylı rəqqasın rəqs tezliyindən riyazi rəqqasın rəqs tezliyi bir-birinə bərabər. Onu da biz düsturu yazarıq. 2pi vurulsun. Kök altında K bölünsün M bərabərdir
Daha doğrusu bağışlayın. Burada sırımızı 1 bölünsün 2pi beraber 1 bölünsün 2pi burasının kök altında j bölünsün l. Aha, bunlar ixtisar gedir, bunlar ixtisar gedir. Ne alırıq? K bölünsün m bərabərdir j bölünsün l. Qiymətlərini gəlin yazalım. K'mız 8'dir. Bölünsün. Kütləmiz neçədir? Kütləmiz baxın bunu götürəcəyik. 0,4'dür. Bu da bərabərdir. J'miz 10'dur. Bölünsün elə. Hə, bu vergül olsa bura bir dənə 0 gələr. 80'i 4'e bölsək, bundan da bu ixtisar gedər, qalar 2. Yəni 2 l bərabərdir 1. L də bərabərdir 1 bölünsün 2. Metrlə də santimetrdən verib 100'ə vurarıq. Bu da eləyər 50 santimetr. Doğru cavabımız 50 santimetr. A bəndə. Keçək növbəti suala. 43-cü sual çox sadə bir sualdır. Maqnit sahəsindən söhbət gedir burada. İstəsəz bunu vahidlərdən də və yaxud da düsturdan da yerinə yaza bilərsiniz. Gəlin elə düsturdan yazaq. Deyək ki, bunun yerinə yazıram. Fi kvadrat və yaxud da fi vurulsun i bölünsün 2. Aşağıda da bir də fi'miz var. 2'lər ixtisar gedir, fi'lər ixtisar gedir, qaldı cəryan şiddəti. Yaxud da vahidlərdən də yazmaq olar. 44-cü suala baxırıq. 44-cü sualda cisim göstərilən istiqamətdə, yəni sadə əqrəb istiqamətdə hərəkət eləyir. Bizə deyir ki, N nöqtəsində ip qırılarsa cisim hansı istiqamətdə hərəkət edir? Yəni sürət çevrəyə toxunan istiqamətdədir. Burada bu istiqamətdə olar. Burada isə aşağı istiqamətdə yönələr. N nöqtəsindən soruşur. Bizdən N nöqtəsində aşağıya doğru yönələcək. Doğru cavab C. Keçdik növbəti suala. Növbəti sualda nə deyir? Difraksiya qəfəsinin 1 mm məsafədə 500 cizgi vardır. Qəfəs üzərində tezliyi 6,14 Hz olan monoxromatik işıq düşdükdə spektrdə alınan maksimumların ən böyük tərtibini hesablayın. Yaxşı, gəlin difraksiya qəfəsinin periodunu tapaq. Bilirik ki, difraksiya qəfəsinin periodu bərabərdir maniyənin, yəni o uzunluq bölünsün cizgilərin sayına. Uzunluğu verib 1 mm, yəni 10 üstü mənfi 3 bölünsün 5 vurulsun 10 üstü müsbət 2. Yaxşı, bu neçə eləyər? 0,2 vurulsun 10 üstü mənfi 5. Buna bərabər olar. Və yaxud da bunu belə yazaram. 2 vurulsun 10 üstü mənfi 6 etir. Tərtibində yaza bilərik. Bizdən nəyi soruşurdu burada? Ən böyük tərtibini. D sinus fi bərabərdir K lambda. K'nın da yerinə K olduğu kimi qalır. Lambdanın yerinə biz bilirik ki, burada yazıram S bərabər lambda nü. Buradan lambdanı tapsaq S bölünsün nüyə bərabər olacaq. Maksimum dediyi üçün bu sinusu da atırıq. Və buradan K'nı tapsaq burada K bərabərdir. D vurulsun nü bölünsün S'yə. Bu da bərabərdir. D'nin qiymətin 2 vurulsun 10 üstü mənfi 6 tapmışıq. Bu birin 6 vurub 10 üstü 14 bölünsün S'miz də 3 vurulsun 10 üstü 8. Bunu hesablasaq 3 ilə bu ixtisar gedir. 2 qalır. 2 2 eləyir 4. 4 bu elədi 10 üstü 8. 18'lerde ixtisar getdi. Cavabımız oldu 4. 4-cü tərtib. Keçək növbəti suala. Növbəti sualda yenə molekulyar fizikaya aiddir. Verilmiş kütləli ideal qaz bir halından 2 halına keçir. Hansı mülahizə doğrudur? Deməli, bu necə prosesdir? İzoxar prosesdir. İzoxar prosesdir, təzyiq azalır. İndi bizdən hansı mülahizə doğrudur? Gəlin baxaq. Deməli, bildik ki, həcm sabitdir. Təzyiq isə azalır. Təzyiq azalırsa, temperatur da azalır. Bizdən soruşur ki, qazın temperaturu dəyişmir. Yox.
bu həcm sabit olanda bu temperaturla düz asılır. Bu azalırsa bu da azalacaq. Qazın sıxlığı azalır. Həcm sabitdirsə qazın sıxlığı da sabitdir. Bu da səhvdir. Yəni bunlar səhvdir. Qazın daxili enerjisi azalır. Bəli, qazın daxili enerjisi azalır. Çünki temperatur azaldığı üçün daxili enerji də azalır. Verilmiş kütləli bunu belə yaza bilərik. M bölünsün, M bölünsün. Vur RT. Verilmiş kütləlidir. Bunlar sabit. Temperatur azaldığı üçün daxili enerji də azalar. Doğru cavabımız C bəndi. Digərində nə deyir? Qazın sıxlığı artır. Yox. Qazın sıxlığı həcm sabit olduğu üçün qazın sıxlığı sabit qalır. Qazın daxili enerjisi artır. Yox. Qazın daxili enerjisi temperatur azaldığı üçün qazın daxili enerjisi də azalmış olur. Çünki burada verilmiş kütləli deyir. Verilmiş kütləli bir atom ideal qazın daxili enerjisi yalnız temperaturdan asılıdır. Doğru cavab C. Keçdik növbəti suala. 47-ci sualda nə deyir? Konturdakı cəryan şiddəti 3 amperdir. Maqnit selin verib induktivliyi hesablayın. Bu da sadə sualdır. İnduktivliyi hesablamaq üçün fi bərabərdir. L vurulsun I. L də bərabərdir. Fi bölünsün I-yə. Fi'miz 0,6'dır. Bölünsün 3. Bu da eləyər 0,2. Çox sadə sualdır. Keçdik növbəti suala. Növbəti sualımız yenə vahidlərlə bağlıdır. Kulon vurulsun volt bölünsün kilogram. Yəni bunu gəlin baxaq. Kulon yazıram, kulon vurulsun. Voltun yerinə yazaram. Joule bölünsün kulon. Bölünsün kilogram. Kulonlar ixtisar gedir. Joule qalır burada. Joule'un yerinə kilogram vurulsun. Metr kvadrat. Bir saniyənin kvadratı. Bir kilogram. Kilogramlar ixtisar gedir. Metr kvadratından biri çıxır. Saniyə kvadratından da yenə biri çıxır. Metr bölünsün saniyə. Bu da sürətin vahididir. Doğru cavab A. Sadə sualdır. Keçdik 49-cu suala. 49-cu sualda deməli bu da nisbi rütubətlə bağlıdır. Quru termometrlərin göstəriciləri eyni olan iki müxtəlif otaqda havanın nisbi rütubətləri bax bu şəkildədir. Birində 65%, digərində isə 45%-dir. Eyler-Venn diaqrama uyğun bəndləri müəyyənləşdirin. Deyir, quru termometrin göstərişi yaş termometrin göstərişindən böyükdür. Təbii ki, bu hər ikisinə aiddir. Quru termometrin göstərişi yaş termometrin göstərişindən böyükdür. Yəni, quru ilə yaşın göstərişi eynisə nisbi rütubət 100%-dir. Bunlar bir-birindən fərqli oldu, onda dəyişir. Deməli, bir ortaya gedər. İkinci şərtə baxırıq. Otaqdakı su buxarı doymayan buxardır. Bu da yenə hər ikisinə aiddir. 2 də gələcək bura. Keçdik üçüncü. Otaqdakı buxar, otaqdakı mütləq rütubət daha böyükdür. Mütləq rütubət fi bərabərdir. Belə deyək də, rho bölünsün rho 0. Bunu açsaq, mütləq rütubət nisbi rütubətlə düz mütənasibdir. Hansında böyükdürsə böyük, kiçikdirsə kiçik. Deyir, otaqdakı mütləq rütubət daha böyükdür. Birinciyə aiddir. Bu şərt 1-ə gedəcək. Çünki bunun birincinin nisbi rütubəti 65%-dir. Otaqdakı su buxarının parsial təzyiqi daha kiçikdir. Parsial təzyiq daha kiçikdir. Fi bərabərdir. P bölünsün P0. Bu doymuş su buxarının təzyiqi, bu parsial təzyiqdir. Bu da nisbi rütubətlə düz asılıdır. Kiçik, hansında kiçikdirsə kiçik, böyükdürsə böyük. İkinci də kiçik olduğu üçün buna kiçik olacaq. 4 də buraya gedəcək. Deməli, doğru cavabımız hansı oldu? 3'ə gedir 1-2. 1-2. 2'ye gedir 4. O burada C bəndə. Doğru cavabımız oldu C. Keçdik 50-ci suala. 50-ci sualda nə deyir? Belə bir şəkil verilib. Deyir, eyni bir cim müxtəlif mayelərə saldıqda iplərdə yaranan gərilmə qüvvələri arasında münasibət bu şəkildədir. Mayələrin sıxlıqları arasında hansı münasibət doğrudur? Yaxşı. Yəni bunun tənliğini yazaq. Aşağıya ağırlıq qüvvəsi mg, yuxarıya Arximet qüvvəsi, bir də gərilmə qüvvəsi. Onu da yazarıq. T üstə gəlsin FA bərabərdir mg-yə. Bizdən T-ni buradan tapırıq biz. mg çıxılsın FA. FA-nı daha açıq şəkildə yazsaq,
mc çıxılsın rho mayi v etsin vur j. Deməli, belə bir düstur aldıq. T bərabərdir. mc çıxılsın rho mayi vur v etsin vur j. Fikir versək, burada t'lər arasında şərt verib. T1 böyükdür T2-dən. T böyük olması üçün, T'nin böyük olması üçün burada mayenin sıxlığı kiçik olmalıdır. Yəni, bu onsuz mc sabitdir. Şərtimiz belədirsə, T1 böyükdür T2-dən, onda böyükdür T3-dən. Onda dedim ki, əgər T'nin böyük olması üçün bu mayenin sıxlığı nə olmalıdır? Kiçik olmalıdır. Kiçik olsa fərq böyük olur da. Ona görə də onda 3 böyük olacaq 2-dən. O da böyükdür 1-dən. Doğru cavabımız 3 böyükdür 2-dən. Yəni 1 kiçikdir 2-dən, o da kiçikdir 3-dən. Doğru cavab A. Keçdik növbəti suala. B cimin mütləq uzanmasının başlanğıc uzunluğuna nisbəti necədir? Bu da sadə bir sualdır. B cimin mütləq uzanmasının başlanğıc uzunluğu olan nisbətinə deyirik nisbi uzanma. B bəndi. Keçdik növbəti suala. 52-ci sualda nə deyir? Hansı hissədə cimin kinetik enerjisi artır? Kinetik enerji nə zaman artır? Yeniləşən hərəkətlərdir. Yeniləşən hərəkət hansı hissələrdədir? Bax, bu hissədir. 1. Sonra, yəni bu 1 x-in əksinə yeniləşəndir. X oxunun əks istiqamətində yeniləşən. 2 yavaşyandır. Demək, bu hissə yavaşyandır. 3 hissəsi isə bu da x ox istiqamətində yeniləşəndir. Bax, bu da x ox istiqamətində yeniləşəndir. Bizim doğru cavabımız 1 ilə 3. Bu hissələrdə kinetik enerji artır. Yəni, bu hissələrdə əvəzləyici qüvvəni gördük, müsbət olur. Doğru cavabımız 1 ilə 3. Y bəndi. Keçək növbəti suala. Cismin sürətinin modunu zamandan asılı qrafik vermişdir. Əvəzləyici qüvvənin işi üçün hansı ifadə doğrudur? Əvəzləyici qüvvənin işi üçün hansı ifadə doğrudur? Deməli, gəlin baxalım. Bura yavaşlandı. Yavaşlayan hərəkətlərdə əvəzləyici qüvvə. Əvəzləyici qüvvə. Deməli, mənfi iş görür. Bu hissədə əvəzləyici qüvvə iş görmür. Bərabər sürətlidir. Bu hissə yeniləşəndir. Burada isə əvəzləyici qüvvə müsbət iş görür. Saxlayın. İndi baxırıq. Deməli, deyir ki, birincidə, üçüncü hissədə iş mənfidir. Yox, səhvdir. İkinci hissədə iş sıfırdır, doğrudur. Birinci hissədə iş mənfidir, bu da doğrudur. Üçüncü hissədə iş müsbətdir. Üçüncü hissədə iş müsbətdir, bu da doğrudur. Birinci hissədə iş müsbətdir, səhvdir. Deməli, doğru cavablarımız 2, 3, bir də 4. Keçdik növbəti suala. 54-cü suala baxırıq. 54-cü sualda radioaktiv elementin 15 sutka ərzində nüvələrinin 8-də 7 hissəsi parçalanır. Bu elementin nüvələrinin 16-da 15 hissəsi neçə sukaya parçalanır? Düsturumuz belədir. Delta n bərabərdir. N0 vurulsun 1 çıxılsın 2 üstü mənfi t bölünsün böyük t. Delta n-in yerinə baxın, bunu yazacağım. Nə qədərdir bu? 8-də 7. N0 bərabərdir. N0 1 çıxılsın 2 üstü mənfi 15 bölünsün t'yə. Məqsəd buradan t'ni tapmaqdır. Bunlar ixtisar gedir. Bunu hesablasaq bu eləyir. 8-də 1 bərabərdir. 2 üstü 15 bölünsün t'yə. 8-də 1 2 üstü mənfi 3 deməkdir. 3 bərabərdir. 2 üstü mənfi 15 bölünsün t. Əsaslar eynisə üstlərdə eynidir. Buradan alırıq t bərabər 5. Gətirib digərində bu bir məsələdə bunu tətbiq eləsək, onda nə alırıq? Bu düstura əsasən yazsaq, yəni 16-da 15 n0 bərabərdir. n0 1 çıxılsın 2 üstü mənfi kiçik t bölünsün 5-ə. Böyük t-ni 5 tapdıq. n0'lar ixtisar gedir. Bu da bu tərəfə keçəndə 16-da 1 eləyir, bərabərdir. 2 üstü mənfi t bölünsün 5'e. Bu da 2 üstü 4'tür. Yəni
2 mənfi 4 əsaslar eynicisi üstlərdə eyni olacaq. 4 5 20. Doğru cavabımız 20. Keçdik 55-ci suala. 55-ci sualda nə deyir bizə? 55-də deyir, vakuum diodunda anodla katod arasındakı gərginlik 40 volt olarsa, elektron hansı sürətlə anoda çatar? Anoda çatar. Yaxşı, gəlin baxın. Yazıram Q vurulsun U bərabərdir. MV kvadrat bölünsün 2. Bizdən burada sürəti soruşur. V kvadrat bərabərdir 2Q U bölünsün M. Yaxşı. Qiymətlərini yazarıq. Axırda kök ala bilərik. Yazırıq burada 2 vurulsun. Q bölünsün. Q bölünsün M. Yəni bu ilə Q demək, Y deməkdir, eyni şeydir. Neçə eləyir? Bunun qiymətini 2 vurulsun, 10 üstü 11 verib. Bizdə gərginlik də 40 volt. Məxrəcə də 1 yazıram da, heç bir şey yoxdur, yazmasaq da olar. Kesinlikle bunu yazmayayım. Yaxşı, 2 vurulsun, 2 vurulsun. 10 üstü 11 vurulsun 40 volt. Bu da neçə eləyəcək? Bu eləyir 2'nin 4. 4'ü ona vuran 16. 10 üstü 12. Kök alsaq V bərabər 4 vurulsun 10 üstü 6. 10 üstü 6 da megadır. Doğru cevabımız 4 megametr bölü saniye. Keçdik növbəti suala. Növbəti sualda nə deyir? Havada yayılan 3 MHz tezlikli elektromagnet dalgasının uzunluğunu hesaplayın. Bu da sadə sualdır. Deməli, C bərabərdir. İşığın sürəti və yaxud da elektromagnet dalgasının yayılma sürəti bərabərdir. Lambda vursun nüyə. Buradan lambdanı tapsaz, C bölünsün nə olur? 3 vurulsun 10 üstü 8 bölünsün 3 vurulsun 10 üstü 6'ya. 3'lər ixtisar gedir. Bu deyir 100. Doğru cevabımız olar 100. Keçdik növbəti suala. Burada nöqtələrdə bizdən nəyi soruşur? İnduksiya vektorunun istiqamətini. Bilirik ki, qüvvə xətləri N-dən çıxır, yəni şimaldan çıxır, cənuba daxil olur. Daxilində isə cənubdan şimala doğru yönəlir. Yəni bu oxun istiqamətini göstərsək belə. Yəni burada bu istiqamətdə olar, burada bu istiqamətdə, burada da yuxarıya doğru yönələr. Ona uyğun olaraq deməli K nöqtəsində yuxarıya, yuxarı D, K nöqtəsində yuxarı, L nöqtəsində aşağı, C, M nöqtəsində isə sola, M nöqtəsində sola, bu da B. Keçdik növbəti suala. Növbəti sualda nə deyir? K çarının açıqda dəyişən cəryan dövrəsinə qoşulmuş ampermetrin göstərişi necə dəyişər? Yaxşı, gəlin baxalım. I bərabərdir və yaxud da M bərabərdir. I yazaq. I bərabərdir. U bölünsün. Baxıram, yalnız kondensator qoşulub. Ona görə yazıram CX. U bölünsün. CX-in yerinə 1 bölünsün omega C. Bunlar bizə lazım deyil. Omega C. Burada omega da lazım deyil. Artıq qalır C. Deməli, cəryan şiddəti tutumla düz mütənasibdir. Əvvəlcə açar bağlıymış birinci halda. Bizdən soruşur ki, K açarını açıqda, əvvəl bağlıymış. Bağlı olan halda kondensatorun tutumları, yəni kondensatorlar bir-birinə paralel birləşir. Onda birinci halda onun tutumu 2'si idi. İkinci halda isə açar açsaq, yuxarıdakı kondensator bizim üçün maraqlı olmur. Bir dənə aşağıdakı qalır, onun da tutumu C-yə bərabər. Nədir? 2 dəfə azaldı. Yəni, necə dəyişər deyirsə, ikincini birinciyə bölürük, C bölünsün 2'si. Bu da oldu 1 bölünsün 2. 2 dəfə azalar. Keçdik növbəti suala. 59-cu sual. 59-cu suala fikir versək. Deməli, bu 600 isə bu bir tərəfdə 600 olmalıdır.
Bu daha doğrusu bağışlayın 300'dür. Bura olacaq 300 Newton. Onda bura aşağı olar 600 Newton. Yekunda bunların cəmdə 600-ə bərabər olmalıdır. Onda gəlin baxalım. Bu aşağıya təsir edən kütləsi 50-dirsə, çəkisi olacaq 500 Newton. İndi imkini hardan asmalıyıq? Yekunda onun da cəmi neçə olmalıdır? Yəni 100-ə bərabər olmalıdır. Belə deyək də 600 bərabərdir. 600 bərabər 500 üstə gəlsin. Bunun qüvvə momenti M də bərabərdir 100. Newton vurulsun metr. İndi gəlin baxalım. Dayaq nöqtəsi buradır. Biz bundan istifadə etsək, imkini hansı nöqtəyə yerləşdirə bilərik? İmkini kütləsi əgər kütləsi deyək ki 10 kiloqram götürsək, K nöqtəsini asarıq. Onda bunun qolu da 1-dir. Biri çəkisi olar 100 Newton. Deməli, cavablarımızdan biri K nöqtəsi. Digərinə baxarıq. Digərini S nöqtəsini assaq, bura kimi 5-dir. 1, 2, 3, 4, 5. 5'dir. 5'i də burada 20 olsa 20 Newton. Yəni kütləsi 2. Bura asa bilərik. Deməli, birinci halda, yəni K nöqtəsini asanda bunun kütləsi 10 kiloqram olardı. S nöqtəsini asanda kütləsi isə 2 kiloqram olardı. Cavabımız oldu bunlar. Keçdik növbəti suala. Növbəti sualda nə deyir? Və sonuncu sual. Deyir ki, müvafiq şüalardan istifadə etməklə çökük sferik K güzgüsündə verilmiş cimin xəyalını qurun. Yaxşı, gəlin baxaq. Çökük sferik güzgüdür. Burada xəyalı qurmaq üçün bura nədir? Optik mərkəzdir. Bura fokus nöqtəsidir. Bu qütbüdür. Bunun şu an hər hansı bir bizdən soruşur ki, K sferik güzgüsünə verilmiş cimin xəyalını qurmaq üçün. Hər hansı bir cisim götürsək, xəyalını qurmaq istəsək, biz ən azından, məsələn, deyək ki, elə bu O nöqtəsindədir. Xəyalını qurmaq üçün biz ən azı 2-3 şüanın yolunu bilməliyik. Birinci, baş optik oxa paralel düşən şüalar linzada sınandan sonra, daha doğrusu çökük sferik güzgü ilə sınandan sonra bu fokusda qayıdır. Qaydanda fokusdan keçir. Digəri qütbə hansı bucaq altında düşürsə, o bucaq altında da nə edir? Qayıdır. O bucaq altında da qayıdır. Digər isə, üçüncü bir şüa isə fokusdan keçir. Fokusdan keçən şüa baş optik oxa paralel qayıdır. İndi biz burada biraz düzgün çəkmədik. Amma bu üç şüanın yolunu bilmək lazım. Birləşdirsək, deməli bu cisim xəyalı bax burada alınmış olar. Bu qədər. Sağ olun.